Bugün Qabullu kəndində qəhrəman şəhidimiz Qasımov Hamidin ildönüm mərasimi qeyd olunur. Hörmətli tədbir iştirakçıları, bildiyimiz kimi bugün 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Həmid Orucoğlu Qasımovun 5-ci anım gününü qeyd etmək üçün burada toplaşmışıq. Xahiş edirəm Həmid Qasımovun və onun timsalında bütün Azərbaycan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək, ardınca Azərbaycan Respublikasının dövlətini. Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün bildiyiniz kimi Azərbaycan xalqının qəhrəman oğlu Qasımov Həmid Orucoğlu'nun anım gününə toplaşmışıq. Onun yetişdirdiyi tabor, komandirlik etdiyi tabor Laçın şəhərinin işğaldan azad olunmasına qədər bu yolu davam etdirmişdir. 44 günlük müharibədə Azərbaycan xalqı 27 sentyabrdan başlayaraq 9-10 noyabra qədər 20-ci ildə hər gün demək olar ki, həm kədərlənmiş, həm sevinmişdir. Düzdür, bir şəhid atasının, şəhid anasının dərdinə heç kim çarə tapa bilməz, ona heç kim təsəlli verə bilməz. Onların tək təsəllisi bu daşlardır, qara daşlardır. Ancaq təəssüflər olsun ki, bizim 6 itkinimiz var və bunlar heç o qara daşlar da yoxdur. Qabullu kəndindəki şəhidimiz Həmid Qasımovun anım günündə iştirak etdikdən sonra gəlmişik Şəruf rayonuna, Şəruf Şəhidlər Xiyabanında Zaparov Seymurun da ildönüm mərasimi qeyd edilir. Allahümme salli ala Muhammedun ve ali Muhammed وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ. Seymur balamızın timsalında mövludu il dönümü olan bütün şəhidlərimizin məkanı cənnət məqamı olsun. Şəhidinə dəyər verən insanlar fəyləsindən prezidentinə qədər hamının minnət borcu, biz minnətlə danışmırıq. Ancaq bizim borcumuzdur ki, şəhidlərimizə dəyər verək, gələcək nəsillərə çatdıraq. Və gələcək nəsillərə ona görə çatdıraq ki, gələcəkdə bu bəlaları biz bir daha çəkməyək. Seymur balamızın balası bu yaxınlarda gimnaziya qəbul olunur. Aziz balam, səni atan adından, bütün şəhidlər adından təbrik edirik. Tədbirin Seymur balamızın il dönümü münasibəti iləndir və mən Seymur balamıza onun timsalında bütün Azərbaycan şəhidlərinə Allah'tan rəhmət diləyirəm. Sözünü dilə almayın, onlar yaşayırlar, siz unutmayın. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Hörmətli tədbir iştirakçıları, dəyərli şəhid analarımız, atalarımız, şəhid ailə üzvləri,
Hörmətli rayon ictimaiyyəti, hərbiçilərimiz, polislərimiz, hər bir kəs salamlayıram. Seymur qardaşımın timsalında burada uyan və bütün Azərbaycan şəhidlərinə rəhmət eləsin. Qəhrəmanlar şəhəri şəhidini qarşıla. O gün bütün vətənim şəhidimə ağladı. O gün bütün vətənim şəhidimə ağladı. Allah rəhmət eləsin. Qəhrəman və dəyərli şəhid əllər, mən sizlərin qarşısında baş əyirəm. Mən sizlərə Allahdan səbir və ömür diləyirəm. Allah Taala sizlərə səbir ömür versin ki, evlatlarınızı daim sizlər yaşadasınız. Bu müstəqil dövlətin bu cür ayaqda durmasının ən böyük səbəbkarı bunlardır. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Salamlayıram şəhid ailələrini, şəhid atalarını, şəhidini. Və onlara bir hörmət və ehtiramı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə ömür versin. Şəhidimizin ruhuna ehsan veriləcək. Hamınızı o ehsanda iştirak eləməyə dəvət edirik. Allah ehsanını qəbul eləsin, Allah ruhunu şad eləsin. Beləliklə də Şərur Şəhidlər Xiyabanında Cabbarov Seymura həsr edilmiş il dönüm tədbiri sona çatdı. Allahdan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah bütün şəhid ailələrimizə bol sabır versin.